Bir ayda rus dili öyrənməyə çalışırıq. Artıq 26-cı günümüzdür və mağazada işlədə biləcəyimiz cümlələri öyrənirik. Mağazaya ilk olaraq daxil olduq və nəyisə tapa bilmiriksə, belə deyə bilərik. Простите, не подскажете, bağışlayın, deyə bilməzsiniz. Və yaxud da ki, мне нужна помощь, mənə kömək lazımdır. Вы можете мне помочь? Siz mənə kömək edə bilərsiniz. Где я могу взять корзину? Hardan səbət götürə bilərəm? Harda səbət götürə bilərəm? Və yaxud da ki, я не могу найти. Tapa bilmirəm. Nəyi tapa bilmirsinizsə əlavə edirsiniz. Burada найти-dən sonra təsirli al qoymalısınız. Əgər təzə başlayırsınızsa, sözləri olduğu kimi də qoya bilərsiniz, heç nə olmaz. Və yaxud da ki, вы можете мне показать? Mənə göstərə bilərsiniz. Bu şəkildə nəyisə tapa bilmirsinizsə, bunu da deyə bilərsiniz. Burada sehirli sözümüz где, yəni hardadır. Məsələn, где молоко? Süd hardadır? Где хлеб? Çörək hardadır? Где мясные продукты? Yəni ət məhsulları hardadır? Где фрукты? Meyvələr hardadır? Bu şəkildə sual verə bilərsiniz. Və yaxud da вы здесь работаете? Siz burada işləyirsiniz. Məsələn, işçidən soruşmaq üçün. Bundan sonra məhsullarımızı aldıq, gəldik kassaya. Kassada işlədəcəyimiz sözlər, bizə veriləcək suallar bunlardır. Paket brать будете? Paket götürəcəksiniz, deyirik. Da, budu, əgər götürəcəksiniz. Əgər az bir şey almışıq, götürmək istəmiriksə, deyəcəyik. Нет, не буду. Və yaxud da deyirlər, paket нужен, paketdir. Paket lazımdır, deyirik. Da, нужен. Нет, не нужен. İçində işlədə bilərik. Ondan sonra karta magazina есть, yəni mağazanın kartı varmı? Əgər varsa, da, есть. Yoxsa нет. Cavab verə bilərik. С вас 565 рублей. Yəni sizin borcunuz 565 rubuldur. Будете платить картой или наличными? Yəni kartla yoxsa ki, nəqd şəkildə deyəcəksiniz. Məsələn, deyə bilərik. Kartay или наличными. Artıq hansını yəni deyəcəksə, bunu istifadə edəcək. Ondan sonra məhsullarımızı götürürük. Spasiba, хорошего dня deyirik və mağazadan çıxırıq. Əgər kiçik bir marketə daxil olmuşuqsa, burada artıq soruşa da bilərik. Сколько это стоит? Bunun qiyməti neçədir? Və yaxud da ki, bir çox mağazada belə bəzi şeylərin yerini soruşacaq. У вас есть? Sizdə varmı? Və yaxud da здесь продается? Burada satılırmı? Kimi də istifadə edirik. Və nə istəsək əlavə edirik. Məsələn, здесь продается молоко? Burada süd satılırmı? Здесь есть, это у вас есть, məsələn, bir şeylər əlavə edək. Xleb, və yaxud da черный хлеб, qara çörək varmı? Və yaxud da baranina, qoyun əti varmı? Ya da здесь продается baranina, burada qoyun əti satılırmı? Kimisindən suallar verə bilərik. Bunlarda istifadə edirik.